Yəni Allah Taala bizə nəsib elədi bu ayı. Şaban ayı. Şaban ayı necə bilirsiniz Peyğəmbər sallallahu əleyhi və səlləm bu ay gələndə bu ayı orucla başlayardı və çox hissəsini tutardı. Hətta bir hədislərin birində, səhih hədislərin birində gəlir ki, Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Şaban ayının hamısını tutardı. Lakin bu məsələ başqa hədislər də var. Yəni cəm eləyəndə, yəni orada görsənir ki, yəni hamısı mənası, yəni çox hissəsin. Çox hissəsin. Çünki aydındır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm tam bir ayı, bir dənə Ramazanı tutub, oruc. Amma başqa aylarda, məsələn, Şabandır və ya məsələn, Muharramdır və ya başqa aylar, onlar ola bilsin çox hissəsini tutub, amma tam tutmayıb. İnşallah, hələ mötəbər rəydə budur. Və bu ayı təbii ki, səbəblərdən biri, birinci, Ramazana hazırlıq. Çünki nafilə ibadətlər fərzlərə hazırlıqdır. Yəni, müsəlman nafilə ibadətə həm fərzdən qabaq, hətta fərzdən sonra da ehtiyacı var. Çünki nafillərin qılmağında, nafilələri etməkdə birinci, fərzin qəbul olunmağında səbəbdir. Və fərzin tam olmağına səbəbdir. Çünki əgər fərzlərdə qüsurlar olursa, nafilələr örtür o qüsurları. Necə namazda, fərz namazda. Yəni, hər bir fikir versəz, hər bir fərz ibadətin yanında həmən ibadətdən nafilə də var. Məsələn, fərz namazlar var nafilə, sünnətlər. Hələm əlavə də var, nə qədər, duha, gecə namazlar və s. Var, məsələn, Ramazan ayının orucu, həmçinin nafilə. Birinci, dördüncü gün, hər müsəlman ayının 13, 14, 15-i və əlavə də məsələn, Şəvval, Aşura və ya Arfa və ya Şaban və ya Muharram və başqa aylar. Həmçinin var, məsələn, zəkat, fərz, lakin nafiləsi, sədəqə, nəzir, xumus və s. Həmçinin var, məsələn, həc, nafiləsi, ümrə. Hər bir fərz ibadətin yanında nafilə var və nafilələrə ehtiyac var. Və nafilələr həmçinin hikmətlərdən də biri budur ki, nafilələr fərzi rahatlaşdırır. Məsələn, o adam ki, indi oruç tutmur, birdən Ramazan başlayanda əvvəl günlər ağır olur onun üçün. Çətin olur. Amma o adam ki, daima tutub bunu, o fərz onun üçün rahat olur. Təbii ki, bunda böyük hikmətlər var, səbəblər var. Birinci, ibadəti rahat keçirir, yorulmur. İkinci, xəstəliyə səbəb olmur, artıq bədən öyrəşib. Birdən oruç tutmur da. Həmçinin rahat keçirir, həmçinin başqa işlərini də görür. Böyük hikmətlər var.